əzizlər, xoş gördük bizi. Sizinlə mən Faiq Məmmədov. Bugün biz yenə 11-ci sinif buraxılış suallarına baxacağıq. Birinci sual belədir. 7 kök A üzərinə gəlinsin 3 kök A çıx 2 kök A. Bu da bizə verəcək 8 kök A-nı. Düzgün cavab olacaq A variantı. İkinci sualımız ədəd sistemli sualdır. A2 27, A6 15-dir, A3 tap deyir. İlk öncə gəlin D-ni tapaq. D düsturu bilirik ki, sistə fərqini tapma düsturu. AM çıx AN bölünsün, M çıx N-ə bərabərdir. Və burada mən yaza bilərəm 15 çıx 27 bölünsün 6 çıx 2. Bu bizə verir mənfi 12 böl 4, mənfi 3. Yəni D-miz mənfi 3-dür. A3-müz onda olacaq 27 üstə gəl mənfi 3, yəni 24. Üçüncü sual kompleks ədədin moduludur. Artıq proqramdan çıxarılıb. Dördüncü suala baxırıq gənclər. Kosinus x bərabərdir. Kosinus kvadratı pi bölü 8 çıx sinus kvadratı pi bölü 8. Bu trigonometrik tənlik sualıdır. Biz bilirik ki, kosinus kvadratı alfa çıx sinus kvadratı alfa kosinus 2 alfaya bərabərdir. Düzdürmü? Bunu bilirik. Onda yəni yaza bilərik kosinus x bərabərdir. Kosinus kvadratı pi bölü 8 çıx sinus kvadratı pi bölü 8 bizə verəcək kosinus pi bölü 4-dür. Yəni kosinus x bərabərdir kök 2 bölü 2-yə, x də bərabərdir əksi müsbət kök dediyinə görə pi bölü 4-ə, yəni 45 dərəcəyə bərabərdir. 5-ci sualımız belədir. Permutasiya 4-dən 4. Bu bizə nəyə verir? 4 faktoriyalı. 4 faktorial çıxılsın 6, vurulsun x bərabərdir kombinizon 10-dan 2. Kombinizon 10-dan 2 nəyə bərabərdir? 10 vur 9 bölünsün 1 vur 2. 4 faktorial 24-dür. 24 çıx 6 edir 18. 18 vur x bərabərdir 45-ə. Düzdürmü? X də bərabərdir. Nəyə gənclər? 2,5-ə. 6-cı suala keçid alırıq. 1 bölü loqaritma 3 aslan x. 1 bölü loqaritma 3 aslan x-i biz yazırıq. Loqaritma x əsasından 3. Üzərinə gəlinsin. Loqaritma x əsasından 9. Üzərinə gəlinsin. Loqaritma x əsasından 27. Bərabərdir 6-ya. Yaxşı. Mən 9-u 3-ün kvadratı, 27-ni 3-ün kubu şəklində yazsam olacaq. Loqaritma x əsasından 3 üzərinə gəlinsin. 2 loqaritma x əsasından 3 üzərinə gəlinsin. 3 loqaritma x əsasından 3 bərabərdir 6-ya. Buradan 6 loqaritma x əsasından 3 bərabərdir 6-ya. Bunlar ixtisar. Loqaritma x əsasından 3 bərabərdir 1-ə. Buradan deməli x nəyə bərabərdir? 3-ə bərabərdir. Bunu da yəni necə tapırıq? X üstü 1 bərabərdir 3-ə. X də nəyə bərabər olmalıdır? 3-ə bərabər olmalıdır. Yəni oradan baxdıq. 7-ci suala keçid alırıq gənclər. Deməli, surətdə 7 üstü 25 mötərizə xaricdən çıxardıram qalır. 2 vur 7 çıxılsın 5 bölünsün. Məxrəcisə yazıram. 7-nin kvadratı üstü 12, yəni 7 üstü 24. Yaxşı, 7 üstü 25 ilə 7 üstü 24 ixtisar gedir. Qalır 7 vurulsun. 14 çıx 5 edir 9. 7 və 9-umuz neçə eləyəcək? 63 eləyəcəkdir. 8-ci sualımız isə belədir. 1 çıx 7 bölü x böldü 0-dan. Ortaq mərcə gətirsək x-də x çıx 7 böldü 0-dan. Ədəd oxu çəkirik, intervalı qeyd edirik. 0-7 aralığını və buradan 7-dən böyük qiymət verdən müsbət, mənfi, müsbət. Bizim deməli 0-dan böyük aralıq soruşduğuna görə aralığımız olacaq mənfi sonsuzluqdan 0-a birləşmə 7-dən müsbət sonsuzluğa. Yəni düzgün cavabımız olacaq A variantı. 9-cu suala keçid alaq. Katetləri 12 və 9 olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından. Deməli 12, 9. Bura 12-dir, bura 9-dur. Böyük katet tərəfinin fırlanmasından deyir deyə, yəni hündürlük olacaq böyük katet 12, radiusumuz olacaq kiçik katet, yəni 9. Tam səthin sayəsini istəyir. Burada gördüyünüz kimi silindr alınır fırlanmasından. Silindrin tam səthin sayəsi S tam bərabərdir. Nəyə? Pi r kvadratı üstə gəlinsin, pi r l-ə. Yaxşı. Bura 12, bura 9-sa, bura Pifaqor teoreminə görə 15-dir.
Yazıram 81 pi, yəni pi kvadrat 81 pi üstə gəlsin. Pi RL pi vurulsun 9 vur 15. Bu da bərabərdir. 9 15-ə vuranda eləyir 135. 135-in üstə 81 gələndə 216. Deməli, düzgün cavabımız olacaq D variantı. 10-cu sualımız sistem tənliyə aid sualdır. X plus 8 bərabər, X plus Y bərabərdir 8-ə və X kvadrat üstə gəl, Y kvadrat bərabərdir 16 üstə gəl 2XY-ə. Biz buradan XY hasilini tapmalıyıq. Yaxşı. X kvadrat üstə gəl, Y kvadratın yerinə X plus Y-in kvadratı çıx 2XY yazıram. Bunu isə 16 üstə gəl 2XY saxlayıram yerində. X üstə gəl 8 isə kvadratı 64-dür. 64 çıx 16 bərabərdir 4XY-ə. 4XY 48-dir. XY 12-dir. Düzgün cavabımız olacaq B variantı. 11-ci sual belədir. 475 dərəcə hansı rübdə yerləşir? Təbii ki, ikinci rübdə yerləşəcək. Niyə? Çünki 475 tapmaq üçün sıfırdan başlayırıq. Bir tam dövrə vururuq. 360. 360 deməli 475-dən 360 çıxanda 115 edir. 115 də düşür hara? İkinci rübə. Təqribən buralara bir yer düşür. 90 üstə gəlisindən 25 dərəcə. Düzdürmü? 12-ci sual çox sadə bir sualdır. Deməli, üçbucaq verilib. Alfa, beta üçbucağın xarici bucaqları 71 daxili bucağıdır. Daxili bucağa qonşu olan bucaq, yəni 71-ə qonşu olan bucaq neçə olacaq? 109. Yəni, xarici bucaqlardan biri 109-dur. Təbii ki, 3 dənə xarici bucağın üçündə cəmi olacaq nə? 360. İstənilən çox bucaqlı olan xarici bucaqların cəmi 360-dır. Onu bilirik. Buradan alfa üstə gəl, beta nəyə bərabərdir? 251-ə bərabərdir. Düzgün cavab olacaq C variantı. 13-cü sual törəməyə aid sualdır. Bu da buraxılışda yoxdur. Blok üçün deyim ki, deməli, toxunanın bucaq əmsalını istəyir. Toxunanın bucaq əmsalı f'(x0) bərabərdir, yəni k-ya. K bərabərdir f'(x0). Törəməni tapıb yerinə 2 qoymaq lazımdır. 14-cü suala keçid alaq. 2LG5 üstə gəlsin 2-də 1 LG 16. Bilirsiniz ki, LG deməli 10-luq loqaritmadır, yəni 10 əsasından loqaritma deməkdir. Bunu yazıram 2LG5 üzərinə gəlinsin, 2-də 1 vurulsun 4LG2. Niyə? Çünki LG 16-nı 2 üstü 4 yazdım, 4 düşdəm sala. Bu da eləcək 2LG5 üzərinə gəlinsin, 2LG2. Buradan da 2-ni çıxardanda LG5 üzərinə gəlinsin, LG2 bizə verir 1-i, 2-ni də 1-ə vuranda olacaq nə? 2. ABS parallelogram verilib 15-ci sualda. D 130-dursa, C olacaq 50 dərəcə. 16-cı sualda deməli A bölü B 3 bölü 4-dür. Bunu gəlin belə yazaq. A-nın B nisbəti 3-ün 4-dədir. B-nin C nisbəti isə 2-nin 5-ədir. Ümumi A bölü B bölü C nisbətini tapmaq üçün burada B 4-dür, burada 2-dir. İkinci tənasübün hədlərini, nisbətin hədlərini deməli 2-yə vururam, 4 bölünsün 10 olacaq. Deməli, buradan çıxır ki, A bölü B bölü C bərabərdir 3 bölü 4 bölü 10-a. Onda yazırıq ki, 3K üstə gəl 4K üstə gəl 10K bərabərdir 680-ə. 17K 680-dirsə, gənclər, K 40-dır. K-mız 40-dırsa, bir A maddəsinin kütləsi, təbii ki, A-ya da 3K demişik, 40-ı vuracaq 3-ə, olacaq 120 qram. 17-ci suala keçid alırıq, gənclər. Deməli, səbətdə olan almalardan əvvəlcə 6-sını. Səbətdə X alma var, əvvəlcə 6-sını götürüblər, sonra qalan almaların 3-də 1-ni. Çıxılsın 3-də 1 vurulsun X çıx 6 və daha 6 alma götürdülər. Ümumi almaların yarısı qaldı. Məsələ belə həll olunacaq. Bu məsələdə məxrəcdən qurtulmaq istəyirəm. Hamısını 6-ya vururam bütün hədləri. 6-ya vuranda olur 6x çıx 36 çıx 2x üstə gəl 12 çıx 36 bərabərdir 3x-ə. Buradan deməli x bərabərdir nəyə gənclər? 60-a. 18-ci suala keçid alırıq. Müstəvidən 4 sm məsafədə yerləşən bir müstəvi çəkirik və
müstəvidən 4 sm məsafədə yerləşən deməli 2 dənə mail çəkilir. Biri 45 dərəcə əmələ gətirir. Yaxşı. Deməli biri 45 dərəcə əmələ gətirir. Belə çəkək, biraz mail olsun. Vay, silinir bu da. Yaxşı, bura olsun 30, bura olsun 45. Deyir ki, maillərin proyeksiyaları arasında qalan uzaq 30 dərəcədir. Burada ki, neçə dərəcədir uşaqlar? 30 dərəcədir. Yaxşı gənclər, deməli deyir ki, maillərin müstəvi ilə kəşfi nöqtələri arasındakı məsafəsini tapın. Bizdən baxın, bax, bu məsafəni istəyir gənclər. Bu məsafəni istəyir. Deməli, bura 4-dür. 30 dərəcəli bucaq qarşısındakı katet, deməli, hipotenuzun yarısı, bura 8-dir. 60-ın qabağındakı tərəf isə 4 kök 3-dür. Bura 45 olduğundan burada 4-dür. Yaxşı. 4 kök 3 və burada nədir? 30 dərəcədir. Məndən bu məsafəni istəyir, x istəyir. Təbii ki, mən burada ilk öncə ağlıma gələn üsul nədir? Kosinuslar teoremidir. Kosinuslar teoreminə görə yazaram ki, x kvadratı bərabərdir. 4-ün kvadrat üstəgəlsin 4 kök 3-ün kvadratı. Çıx 2 vur 4 vur 4 kök 3 vur kosinus 30 dərəcə. Buradan x kvadratı bərabərdir. 16 üstəgəlsin 48. Çıx. Deməli, 32 kök 3 vurulsun. Kök 3 bölü 2. Deməli, bu olacaq 48. 48 ilə 48 getdi. X kvadratı bərabər oldu 16-ya. X də nəyə bərabərdir? 4-ə bərabərdir. 19-cu sual bərabəryanlı trapesiya aiddir. Bərabəryanlı trapesiya verilmişdir gənclər və bu trapesiyanın oturacaqları 4 və 10-dur. Oturacağı bitişik bucağı 45 dərəcədir. Bir trapesiyanın sahəsini tapın. Yaxşı, mən bir hündürlük buradan çəkirəm gənclər. Bir hündürlük də buradan çəkirəm. Bura 4-dürsə, bura nə qalır? 3 qalır. 45 üçbucağına görə burada 3. Yəni hündürlük tapdım artıq 3-dür. Sahənin tapılması üçün mənə oturacaqlar və hündürlük lazımdır. Deməli, sahə bərabər trapesiyada oturacaqlar cəminin yarısı vurulsun hündürlük. Bu qədər sadə. Bu deyəcək 21. 20-ci suala keçid alırıq gənclər. 20-ci suala deyir ki, tarix fənni üzrə 50 biletdən 14-ündə şahsimal xətai haqqında sual vardır. Deməli, təsadüfən seçilmiş 2 biletdə şahsimal xətai haqqında sualın olmaması. Deməli, 14-ündə varsa, neçəsində yoxdur? 36-sında yoxdur. Yaxşı. Təsadüfən seçilmiş 2 biletdə deyir olmaması. Deməli, birinci biletdə olmaması 50-dən 36-dır gənclər. İkinci biletdə sualın olmaması isə 49-dan neçədir? 35-dir. Niyə oldu? Çünki 50 sual var, 36-sında şahsimal xətai haqqında sual yoxdur. Birinci biletin çıxması ehtimalı 50-dən 36. Artıq birini götürdük. Ümumi cəm qaldı 49. Olmaması ehtimalı isə qaldı. Yəni halların sayı qaldı 35. Ona görə 49-da 35. Bunların da hasili hesablasaq, deməli 49-dan 35 7 ixtisar gedir, qalır 5. 5 ilə 50 10. 2-yə deməli 5. Bu da 18. Qaldı 18 böl 35. 21-ci sualımızda deyir ki, uzunluğu 10 pi olan çevrə. Uzunluğu 10 pidirsə gənclər, S bərabərdir 2 pi r-ə, bu da 10 pidir. Buradan 2r 10-dur, r-imiz 5-dir. Radiusumuz 5-dirsə, diametrimiz neçədir? 10-dur. Yəni AB tərəfi 10-dur, SN-də 60-dır. Yaxşı, bura 60-dırsa, bu diametr olduğuna görə AB üst qövs 180 dərəcədir. Deməli, kənarlara da 60 qalır və biz bilirik ki, bərabər qövslər bərabər vətərlər ayırır. Yəni, AC vətəri bərabərdir CD-yə, o da bərabərdir DB-yə. Çünki üçünün də üç qövsünün dərəcə ölçüləri bir-birinə bərabərdir. Yaxşı, deməli, və baxın bura gənclər, burada AC, CD və DB AB-nin yarısına bərabərdir. Bu hardan çıxır gənclər? Burada çünki deməli, baxın, belə çəksəm,
bərabər tərəfli üçbucaqlar alınır və həm də buradan demək olar ki, bu altıbucaqlının yarısıdır da. Belə yarım altıbucaqlını çəkilib ABCD trapesiyası yarım altıbucaqlıdır burada. Çevrənin daxilinə çəkilib. Ona görə deməli biz bu tərəflərin hər birinə 5 sm deyə bilərik. 22-ci sualda isə deməli kəsri tam ixtisar eləyib və n bölü m kəsri alınıbdır. Deyir, əkob m üstü 5, n üstü 5, 7 üstü 10-dur. Yaxşı. Buradan çıxır ki, n ilə m qarşılıqlı sadə ədədlərdirlər. Deməli, burada ancaq m ilə n 7 ilə 1 ola bilər. Yəni, və yaxud da 49 ilə ola bilərmi? Ola bilər. 7 üstü 10, 49 üstü 5-dir. Deməli, 1 ilə 49 ola bilər. Deməli, biz gördüyünüz kimi burada surət məxrəcdən kiçikdir. K bölü 2, K üstəgəl 2 bölünsün 100, K üstəgəl 47-də surət məxrəcdən kiçikdir. Deməli, n m-dən kiçik olacaq. Ona görə n-ə 1 deyirəm, m-ə 49 deyirəm. Niyə bildiniz? Çünki 1 ilə istənilən ədəd qarşılıqlı sadədir gənclər. Yəni 1 üstü 5 ilə 49 üstü 5-in də əkobu 49 üstü 5, yəni 7 üstü 10-u verir. Yaxşı, onda yazarıq. K üstəgəl 2 bölünsün 100K üstəgəlsin 47 bərabərdir 1 bölünsün 49-a. Buradan 49K üstəgəlsin 98 bərabərdir 100K üstəgəlsin 47-yə. 51K 51-ə bərabərdir. K-mız olacaq nə? 1. K-mız 1-dir. M-imiz 49-dur. N-imiz də 1-dir. Ümumi cəm neçə olacaq? Bunların cəmini istəyirdi. Ümumi cəm olacaq 51. 23-cü sualda isə deyir ki, diaqramda A, B və C nöqtələrinin koordinatları verilmişdir. Paralel köçürmə zamanı A nöqtəsi B nöqtəsinə keçirsə. A-nın koordinatlarını yazaq. A-nın koordinatları 7, 5. B-nin koordinatları isə 4, 8-dir. Baxın gənclər, deyir ki, C nöqtəsinin köçdüyü, C nöqtəsi hara köçəcək? C-nin koordinatları isə 9, 3-dür. Biz bura diqqətlə baxsaq, görərik ki, A-da x neçə vayd azalıb? X 3 vayd azalıb, y isə 3 vayd artıb. Deməli, C-nin keçdiyi nöqtədə eyni qayda ilə hərəkət edəcək, çünki paralel köçürmədir. X 3 vayd azalıb olacaq 6, y 3 vayd artıb olacaq 6. İndi bizdən A ilə C arasındakı məsafəni istəyir. Biz bilirik ki, iki nöqtə arasındakı məsafə düsturu necə idi? Kök altında x2 çıx x1-in kvadratı üzərinə gəlinsin, y2 çıx y1-in kvadratına bərabər idi. Bunu da yazıram kök altında. 6 çıx 7-nin kvadratı üstə gəlinsin, 6 çıx 5-in kvadratı o da eləyəcək kök altında 2. 24-cü sualımız belədir. A və B kranlarının axan su miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilib. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün. Deməli, A kranı boşaltmaq üçün isə B kranı eyni zamanda açılarsa. Deməli, bu 2 saata A kranı 18 litr doldurursa, 1 saata A kranı nə qədər dolduracaq? 1 saata dolduracaq 9 litr. B kranı isə 3 saata 15 litr boşaldırsa, 1 saata 5 litr boşaldacaqdır. Deyir ki, A və B kranı eyni anda açılarsa, 9 saat açıq qalarsa. Bunlar birlikdə ikisi işləyəndə 4 litr dolur. Çünki A 9 litr doldurur, B 5 litr boşaldır. 4 litr doldursa və 9 saat ərzində açıq qalıblarsa, hər saat 4 litr dolub və 36 litr su dolubdur. Ümumi hovuzun həcmi 100 litrdir. Deməli, 36 litr dolubsa, deməli 36% dolmuş olacaqdır. 25-ci sual, deməli, çox üzvlərə aid sualdır. Yan tili 9 olan, düz prizmanın oturacağının tərəfləri 5 və 4 olan və iti bucağı 30 olan paralelogramdır. Tam səthin sayəsini tapın deyir. Belə bir şəkildə uşaqlar, baxaq gəlin. Deməli, burada paralelogram verilib, düz prizma verilib. Deməli, yan til 9-dur. Bunun tərəfləri 4 ilə 5-dir. Yaxşı. Məndən deməli, yan səthin sayəsini istəyir.
Bu düz prizma olduğuna görə yan til oturacaq müstəvisinə perpendikulyardır. Bunun yan üzvləri düzbucaqlıdır. Burada heç bu 30 dərəcəyə ehtiyac yoxdur. Tam səthi istəyir, ona görə çox üzr istəyirəm. Yan səthin olsa, yan səthinə görə lazım deyil. Çünki yan səthi düzbucaqlıdır, bəli. Oturacağın sayısına görə bizə 30 dərəcə lazım olacaq. Deməli, birinci S-yanı tapıram. S-yan nəyə bərabərdir? Bu hissənin gördüyünüz kimi sahəsi 9/5-dir. Üstəgəlinsin. Bu hissənin sahəsi 9/4-dür. Hərəsindən 2 dənədir deyə vuracaq 2-yə. Bəs S oturacaq nəyə bərabərdir? Oturacaq paralleloqram olduğuna görə AB sinus alfadır. 4/5 sinus 30 dərəcə. Ondan da 2 dənə olduğuna görə üst və alt oturacaqlar. Onu da vuracağam 2-yə. Yaxşı. Onda S tam bərabər olacaq. Üstə hesablasam 45 üstə gəl 36 81 vur 2 162. Üzərinə gəlsin. Bu olacaq nə? 4/5 sinus 30 10. Onu da 2-yə vuranda 20. Ümumi sahə olacaq 182. Diqqətinizə görə sağ olun. İnşallah növbəti videolarda görüşərik.